Adamlar özlərinin haqsız olduqlarını bilirlər. Bəli, Ona görə bəli. gəlmirlər. Əks tərəfi dinləyəndə görsən nələr çıxır. Bəzən Günay xanım da mən də sizlə rastlaşırıq məhkəmələrdə narazı qalan vətəndaşlar olur. Deyirlər ki, müraciət elədim, şikayətimə baxan olmadı. Ümumiyyətlə, vətəndaşların müraciətlərinə baxılması haqqında qanun var. O qanun şükür Allah çox gözəl işləyir və ona nəzarət var ki, vətəndaşların müraciəti hansı formada olmalıdır, aidiyyatı üzrə olmalıdır, tam olmalıdır, xahişi, tələbi, dəqiq olmalıdır. Bundan sonra faktlar, sübutlar istinad olmalıdır, xüsusilə iddiacəsinə qoşma olmalıdır o əsaslar. Məhkəməyə sən tutalım şikayət eləyirsən, bəzən olur. Görürsən ki, vətəndaş məhkəməyə şikayət edib aidiyyat məsələsini pozub. Məhkəmə də qərarlarla işi geri qaytarır ki, misal üçün də Saatlı rayonuna yox, sən Sabirabad rayonundan məhkəməsinə şikayət etməliydin və yaxud da rayon məhkəməsinə yox, inzibati məhkəməyə şikayəti verməliydin. Vətəndaş deyir, şikayət elədim, məhkəmə işimə baxmadı. Bəzən bir də görürsən ki,